Salamlayırıq sizi, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Bakı Retro FM və Mədəniyyət Nazirliyinin təqdimatında yayımlanan Sənətin Səsi efirdədir. Və mən bəri başdan bizi sonra da Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalından izləyəcək izləyicilərimizi də salamlayırıq. Və artıq bu həftəyə son buraxılışla efirdəyik. Çünki sabahdan gözəl günlər, qələbə bayramı, daha sonra istirahət günləri odur ki, bu həftəyə belə deyək də çox gözəl bir qonağımızla biz elə necə deyirlər, yekun vuracağıq və bugün də sənətdən danışacağıq və bugün söhbətimiz də var. Necə deyirlər, elə söhbətimiz sənətdən olacaq və sənətdən, ötənlərdən, keçənlərdən hər zaman olduğu kimi verilişimizin ayrılmaz hissəsidir. Xatirələr də yada düşəcək və mən sevə-sevə bugünkü qonağımızı təqdim etmək istəyirəm. Çox sevdiyim xanım aktrisalardan biri, əməkdar artist və həm də həmkardır demək olar, aparıcı Dilarə Əliyeva. Xoş gəlmisiniz Dilarə xanım. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm dəvətinizə görə və öncəliklə deyim ki, bayaqdan gəldiyimdən bəri eşitdiyim musiqilərlə ruhum dincəlir, duyğularım coşur, daşır. Çox qəribə bir havadan ovqata düşürəm. Bu duyumlu, duyğulu, əsl sözün əsl mənasında sənət adına yazılmış bu musiqiləri səsləndirdiyinizə görə və sənətin səsi olduğunuza görə təşəkkür edirəm. Çox sağ olun, xoş oldu bu sözləri sizdən eşitmək. Ümumiyyətlə Dilarə xanım, hər bir insanın o spesifik anlar, özəl bir anları olur ki, hər şeydən, hər kəsdən uzaqlaşıb və hansısa notları, hansısa musiqini yada salır. Sizdə o hansı belə deyək də melodiya olur ki, qulağınızda səslənir, ehtiyac duyursunuz? Şəfiqə xanım Axundovanın düşüncələri adamı çox düşündürür. O musiqi aparır, götürür, gəzdirir, duyğulandırır. Hətta bəzi qərarlarına verməyə kömək belə olur. Bəlkə nələrsə yenidən başlamaq üçün stimul yeri ola bilir, motivasiya verə bilir. Bu baxımdan bizim musiqilər, Azərbaycan musiqiləri həqiqətən əvəz edilməz və əvəz olunmaz bəstəkarların yazdığı bəstələr insanı doğrudan da xoşbəxt eləyə bilir. Ümumiyyətlə, əsl musiqi insanı səbəbsiz düşündürür, səbəbsiz sevindirir və səbəbsiz kədərləndirə də bilir. O əsl musiqiyə aiddir və hesab edirəm ki, yaxşı bəstəkarlar yaxşı musiqilər yazırlar, amma əsl şəxsiyyətlər isə ölməz əsərlər yazırlar. Bu baxımdan bizim sözün əsl mənasında şəxsiyyət olan bəstəkarlarımızın ölməz əsərləri var. Məsələn, Cahangir Cahangirov musiqisi həqiqətən lirik mükəmməldir və günlərlə, aylarla onun hər bir melodiyası haqqında çox böyük polemik aparmaq olar, danışmaq olar. Bəli. Və əslində sizi düşündürən, bax o yəqin ki, o musiqinin elə necə deyirlər, sədaları altında sizin o maraqlı fikirləriniz gəlir. Çünki çox maraqlı çıxışlarınız, monoloqlarınız, bu yaxınlarda əslində sizi təbrik etmək də olar, o stand-up bir çıxışınız da oldu. Min-intonasiya, min-intonasiya və maraqlı hər bir mövzuya öz baxışınız var. İstər burada bir qədər satirada, yəni o əvvəllər demişkən də, yəni bizim Mirzə Ələkbər Sabirdə, nə bilim Axundovdan ki, hardasa o satira ilə, o ironiya ilə də əslində bəzən narahat edən məsələləri, mövzuları da belə dilə gətirirsiniz. Bunun başqa alternativ yolu yoxdur. Düşünürəm ki, bəzi çatışmazlıqlara gülərək, sarkazmla gülərək və bunu satira ilə deyərək yoluna qoymaq olur. Ola bilsin ki, vaxtında Mirzə Ələkbər Sabirin özünü də incitdilər, narahat etdilər. Elə Cəlil Məmmədquluzadənin özünü də, elə Üzeyir Hacıbəyevin özünü də. Amma mən hesab edirəm ki, əsl vətəndaş olan kəs hər bir vətəndaşına çox can yanğısı ilə yanaşmağı bacarmalıdır.
Ola bilsin sözlər kimin üçünsə ağır gəlsin, kimsə bunu qəbul etməsin, kimsə sənin dediyinə başqa don geyindirsin, qarşılamasın. Sənin dediyin sözü mənasını, məzmununu, qayəsini, məqsədini bir kənara qoyub səni linç etməyə çalışsın. Yozanlar da ola bilər. Bəli, yozsunlar, güya öz aləmlərində ağıllıdırlar, irad etməyə çalışsınlar. Bu hətta adi tamaşaçı səviyyəsində deyil. Hətta mən deyərdim ki, özünü müəyyən bir bəlli bir yer, mənsəb sahibi tutan insanlar da özlərinə bunu rəva bilirlər ki, güya ki buna irad tuturlar. Məsələn, mintonasiyada zamanla bir anadan olan, təzə doğmuş bir oğlan uşağına qoyulmuş ad, hansı ki mən onu səsləndirirəm ki, uşağa niyə bu adı qoyasan da, ki bu onu el arasında gülməlidirmi? Bəli, gülməlidir. Amma bunu adı ilə deyib çağırılanda bu kiminsə xoşuna gəlmir, kimsə bunu ayıb bilir. Demək, bu uşağın adını qoyan valideyn cəmiyyət arasında onu böyüdüb çıxardanda, sonra bunun adından çağırılanda o valideyn üçün ayıb olmur. Olmur, amma biz deyəndə ki, dilə gətirəndə bu ayıb olur. Bəli, çox sonra cəmiyyətdə dolaşan fikirlər ki, misal üçün varlı kasıb arasında olan mövzular, varlığı belə eləyəndə adı bu olur, kasıb edəndə bəli, deyirlər ki, məsələn də yox, bunu danışmaq olmaz. Məncə biz bu vəziyyətə bəzi həqiqətləri gizlətdiyimiz üçün gələ bildik. Bəlkə elə artıq danışmağın vaxtıdır bu haqda. Nə qədər bunu gizlədəcək? Məncə problemlərin üzərinə danışaraq getməyə lazımdır. Bir şey ki, bunu aqressiya ilə də deyil, satiranın dili ilə deyəndə daha yaxşı olur. Deyirsən, söylənənə baxma, sən bunun kimin söylədiyinə bax. Mən də hesab edirəm ki, 30 illik sənət fəaliyyətimdə yığılıb qalan, indiyə qədər yarımyaylaq, tayqulaq qalan bəzi məsələləri artıq müəyyən bir mintonasiyanın içində çatdırmağın zamanı gəldi. Ora qədər gələn bir 30 illik yol var idi. Və mən bu yolda artıq bütün bunları demək üçün məqam və məkan tapdım. Çox gözəl də oldu, gözəl də qarşılandı. Amma dediyimiz kimi xoşa gəlməz məqamlar bir mənalı da qarşılanmadı. Bəli, əslində həm də belə deyək də o stand-up mövzusu bizdə o qədər də düzdür edənlər var, amma çox da hələ ki inkişaf etməyib digər ölkələrlə müqayisədə və ələxüsusda bir xanım olaraq yəni bunu etmək. Ümumiyyətlə bir çox işlərdə siz ilk etməyi xoşlayırsınız, yəni imzalarınızı atmısınız. Bunlara da toxunacağıq. Amma həm də bir risk idi. Belə deyək də incə zərif bir çiyinlərə o riski götürmək. Yəni bunun da o yükün altına girdiniz ən azından və mənə elə gəlir ki, layiqincə də çıxdınız o imtahandan. Amma o hər zaman danışırlarsa demək ki, danışılmağa mövzu var. Demək ki, nəsə var ki, danışılır, tənqid olunur, nə bilim, müzakirə olunur və hər kəsin sənətdən xəbəri olmayan insan sənət barədə fikir bildirəndə, bax, əlbəttə ki, o artıq insanı biraz narahat edə bilər və mən sizi çox gözəl anlayıram ki, yəni illərinizi qoymusunuz bu sənətə və birdən-birə kimsə adi bir, belə deyək də, yolda, yəni insan bunu söyləyəndə sözsüz ki, bu, amma düşünürəm bu sizi ruhdan salmır. Yox, qətiyyən yoldan salmır, ruhdan salmır, yoldan da çıxartmır. Mən öz yolumu davam edirəm və bunun daha üstünü, daha mükəmməlləşdirmək üçün bu yolda addımlayıram. Bunu sən nəinki sənətdən xəbəri olmayan adam desə, bu məni narahat etmir. Bunu bəzən özünü kimsə hesab eləyib, belə deyək də, bir yerə gəlib çıxan adamlar deyəndə adam onda Mirzə Ələkbər Sabirin sözü yada düşür, deyir ki, niyə belə bərəldirsən aqarı gözünü, bəlkə bu aynədə əyri görürsən özünü. Bax, belə deyək də ki, bəzi çılpaqlıqları olduğu kimi söyləyəndə kimlərsə xoş gəlmir, kimsə bunu etik saymaya bilir. Amma həyatda bundan betərini eləyirlər. Niyəsə bu səslənəndə
xoşlarına gəlmir. Bəli. Təbii ki, mən belə məqamlar mənim üçün gəlib keçicidir. Mən öz yolumdayam. Onlar bilmirlər. Mən ki işimi çox yaxşı bilirəm. Bəli, əsas da məsələ budur və digər bölgələrimizdə də bunu davam etdirdiniz. Bəli, bölgələrdə də, bəli, olduğu bölgələrdə də çıxış etdik. İnsanlar çox böyük sevgi ilə qarşıladılar. Sevgi dolu qarşıladılar və çox sevinirəm ki, bunu digər bölgələr də hələ arzu etməkdə də istəyir. İnşallah ki, zaman daxilində gedəcək və bu yerdə mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə eyni zamanda bu görüşləri mənim üçün təşkil edən Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə çox-çox təşəkkürümü bildirirəm ki, onlar mənim bu görüşlərimi bölgələrdə təşkil edirlər. Bəli, və bu görüşləri əlbəttə ki, davam etdirmək lazımdır. Buradan bütün Azərbaycanı salamlar, hardan ki bizi dinləyirlər və sonradan həm də Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalından da izləyəcəksiniz. Və əlbəttə sənətdən danışırıq və elə insanlar da var, sevgidən bayaq danışdıq, sənətə olan münasibətdən və insan da var ki, söz adamıdır. Sizin diliniz nə desə, çox maraqlı bir monoloq da siz söyləmisiniz həmin xanım haqqında, onun şeirini də səsləndirmisiniz. Dostum şeiri. Şairə Sevinç Çılğın hazırda telefon bağlantısındadır. Çox sevdiyim müasir poeziyamızın mənim üçün ən şairisi. Hər vaxtınız xeyir olsun adaşım Sevinç xanım. Hər vaxtınız xeyir. Necəsiz? Yaxşıyam, indi daha da yaxşı oldum. Bütün Azərbaycandan salam yolladınız. Baxmayaq ki, normalda mən Bakıda oluram, Bakılıyam, amma hazırda Lənkərandayam. Nə gözəl. Salamlar Lənkəranda. Lənkəranlardan size sevgilərimizi satırıq. Ay, bizdən də salamlarımız. Bizdən də salamlar. Bəli, və Sevinç xanım, istərdik fikirlərinizi alaq. Ümumiyyətlə, düzdür, öz sözlərinizdə, öz şeirlərinizdə, bəli, yazmışsınız. Bir çox fikirlərinizi eşitmiş, amma istərdik bu gün də bir, yəqin ki, sizin həm də bir, ümumiyyətlə, o bir ruhu, bir bağ da var aranızda. Hə, elə onu deyim ki, Dilarə xanım, elə bil ki, mənim ruhumun dostudur. Çox belə qohum ruh dilləri elə hiss edirəm. Bəzən olur ki, biz günlərlə heç görüşməyə bilərik, danışmaya bilərik, baxmayaraq ki, biz damakda hətta işləyirik. Amma uzaqdan uzağa deyir, ərəblər belə deyir, indi bilməm, deyim, yəni tərcüməsində belə deyir, min qəlbi, iləl qəlbi, yox, bir deyil, fi qəlbi, minəl qəlbi, iləl qəlbi səbila. Bunu tərcümə eləyəndə də Səməd Vurğunun sözü var, deyir, ürəkdən ürəyə yollar. Bəli, ürəkdən ürəyə yollar. Dilarə xanımla bizim aramızda ürəkdən ürəyə qəribə bir yol var. Mən onu dəhşət çox istəyirəm. Yəni, hər adam haqqında sözlük cümləni qura bilmirəm. Amma Dilarə xanım, yəni siz təsəvvür edin, belə bir şey deyim, 3-4 gün bundan qabaq bir şey baş verdi. Mən çox gərgin idim, əsəbi idim. Mənə çox belə yormuşdular, bezdirmişdilər. O enerji ilə mən işə gəldim. Heç istəmirdim, ayağım işə gəlmirdi, heç nə istəmirdim də. Yəni, yaşamaqdan bezmiş bir an idi. Mən içəri girdim, Dilarə xanımla qarşılaşdım. Cəmi bircə dəqiqə çəkdi də, yəqin ki, bizim görüşməyimiz, aralmağımız filan. İnərsiniz ki, mən özümü təzədən doğulmuşdum, hiss elədim. Qədər gözəl enerjisi var Dilarə xanımın. Allah onu qorusun, maşallah deyirəm hər dəfə, üzünə edim ki, maşallah, bu enerji, bu işıq, əcayib bir işıq yayılır da ondan adama. Mən o qədər çox istəyirəm. Siz dediniz ki, bəli, o mən şərəfləndirib konsertində Dostum şeirini dedi. Bəli, çox möhtəşəmdir. Təsadüfdənmi, ya zərurətdənmi Dostum şeiri onun payına düşdü. O qədər o haqqını verdi ki, çox gözəl. Yəni, hamı ağlayırdı və onun üzərindən Dostum sözü bizim aramızda elə bir ki, bir qəribə bir simvola çevrildi. Mən növbəti dəfə Dostum şeiri yazdım və özünə asıl olmayaraq baxdım ki, Dilarəyə yazılıb o şeir. Və özü də bilir onu. Bəlkə bir neçə misra yada salağın, o şeirdən yadınıza düşərmi indi? Bir ilk və sonuncu cümləsi eynidir, onu deyə bilərəm ki, xəncərini görmədiyim neçə dostum var dostum. Mən arzu edirəm ki, Dilarə xanım heç kəsdən xəncər görməsin. Çox sağ ol, əzizim. Mən də çox fəxr eləyirəm ki, bizim poeziyamızda Sevinç Çılğın qələmi var, imzası var. O hər fikri, hər sözə qurban verən şairə deyil. Çox qəribə, qeyri-adidir, gözəlməzdir və adına layiq
o da adının haqqını verir. Mənim ürəyimdə, məsələn, mən bir sevinç çılğın adı gələndə üzümdə, nə bilim, bədənimdə bir kəpənəklər uçuşur. Mənə bir sevinç gəlir. Çünki bütün mayası sənətlə yoğrulmuş bir xanımdır. Çox yaradıcıdır. Hamının baxdığına o tamam başqa cür baxa bilər və tamam başqa cür görüb dəyərləndirə bilər. Bəlkə də elə sizi birləşdirən də odur ki, yəni eyni mən də enerjimiz sizin üstə düşür həm də. Evet, çox seçicidir, onu çox doğru qiymətləndirdi. Mən də onun o mənə olan o sevgi və sayğısını o qədər yüksək qiymətləndirirəm və onu həmişə də qorumağa çalışıram. Allah qorusun, bax belə əlbəttə ki, sənətdə olan belə dostluqları görəndə, bəli, belə səmimiyyəti görəndə, bəli, insan da oradan da çox şad olur. Çox təşəkkür edirəm, çox xoş Öpürəm, oldu. bağrıma basıram. Sağ ol əzizim. Var ol, yaxşı ki varsın. Təşəkkürlər, çox sağ olun. Və gənc olmasına baxmayaraq kifayət qədər, yəni məşhur söz yazarıdır və hətta mahnılarda da onun sözləri çox məşhur. Aygün Səmədzadə ilə onların çox gözəl əsərləri var, işləri var, mükəmməl işləri var. Dilarə xanım, mənim qızım və oğlum sizi Dilarə deyə çağırmır. Onlar sizi hardasa görsə, deyirlər, əfsanə. Deyirəm, əfsanə. Bəli, təsəvvür edin ki, yəni bugün YouTube'dan baxmaq olur da, yəni dəfələrlə nəsə bir boş vaxt olan kimi nəyə baxa, qızımla oğlum bir səslə əfsanə qayıdır. Nə gözəl, çox sevindim. Bəli, onlar sizi belə çağırırlar. Əslində doğrudan da yəni bugün çəkilən komediya filmləri olsun, seriallar olsun, bugün sizin öz YouTube kanalınızda da çox maraqlı bir layihə. Əslində yeni demək olar. Çünki bir neçə bölüm. Deməli Xəbər 6 məhəbbət. Bəli. Həmin o məhəbbətdir də, o məhəllədəki məhəbbət. Bəli, məhəllədəki məhəbbətdir. Biri var xəbər. Məsələn, hərdən olur ki, Azərbaycan dilində xəbəri verilir, amma sən heç də başa düşmürsən ki, bu nə deməkdir. Və yaxud da elə belə çıxmaz xəbərlər çıxır ki, ona məhəbbətin çox maraqlı kommentləri gəlir. Bəli. Həm də ki, yeri rahatdır. Divanda oturub buradan Trumpa nəsə deyə bilir. Deyir göz deyir, Glaz. Oxuyursunuz onları. Bəli, ağzını açıb yumağına qədər oxuyur. Çox diqqətli qadındır. Bəli, həyata düşür, ancaq dünyada gəlişən hadisələrdən xəbər verə bilir. Dünyanın harasından desən, oradan deyə bilir. Bütün mövzularda bir məhəbbət var. İndi xanımları maraqlandıran bir məsələdə o pəhriz. Bəli, pəhriz məsələsi belədir. Hazırda pəhrizdəyəm, gördüyünüz. Detoksu da buradadır. Detoksu da buradadır, bəli. Çox çətindir. Mənim kimi yemcil adamlar üçün belə pəhrizlər çətindir, amma dözürəm. Var mı o iradə sizdə? İradə var, hərdən belə ortalığa yemək gələnə qədər var. İradə çox. Bir o toya gedənə qədər də o məhəbbətin dediyi kimi. Dilimi Şəfaq xanım, mən bu yemək ki göndərib sizə, mən onu yeməkdən əvvəl yeyib, yoxsa sonra yemək elə oldu, və salam. Tamam, bəli. Bu çox çətin məsələdir, amma ki formada olmaq lazımdır, sağlam qidalanmaq, şəfalı həyat yaşamaq lazımdır. Mənim kimi özdəki mən o mərasimin özünü sevirəm. Oturuq yemək arxasında. Yəni bəli, o çox gözəl bir şey. Söhbətləşməyin, bəli. Doğrudur. Yoxsa belə çox çətin olur, amma ki başqa yol yoxdur. Çünki mən maşallah nə yeyirəm, götürürəm. Yığırsınız. İnanırsınız ki, yeməyi o qədər çox sevirəm ki, mamam bir də görürsən ki, bizə gələndə hərdən olur da adamın ürəyindən keçir ki, uşaq vaxtı, o öz yerində, uşaq vaxtı sən necə olmusan, sənə biraz danışsınlar da, uşaqlığından danışsınlar. Soruşuram, ay mamam, mən uşaq vaxtı nətər idim? Mənə danış, mamam belə, sən bala, yaman yiyən idin. Mama, heç nə dəyiş. Amma demək olmaz sizə. Mən iradəmin gücünə beləyəm. Saxlaya bilirsiniz özünüzü. Bəli. Yoxsa ki, mən o iştahama boyun əysəm, heç o qapıdan keçmərəm. Vallahi billahi. İnanın ki, iştah bir türlü
O baxımdan Amma qalib gələ bilirsiniz. Qalib gəlirəm. Belə nəfsinizə. arada bir 7-8 kilo getmələr, gəlmələr olur, amma çox Olur, da hə? qoymuram. Bəli. Dilarə xanım, bu yaxınlarda bizim qonağımız olmuşdu, rejissor Ramiz Həsənoğlu. Və onunla həm söhbət olarkən bir neçə məqamlara toxunduq, bir neçə onun işlərindən danışdıq. O vaxt ki televiziyada çəkilən o televiziya tamaşalarından da danışdıq, filmlərindən də danışdıq və bir şeyi, yəni onu mən Ramiz müəllim qonaq olarkən də söyləmişdim və işlərdim, sizə də söyləyim. Mən sizi Cavid Ömrü filmində bambaşqa cür, yəni kəşf etdim də deyərdim. Yəni alışdığımız o Dilarə, alışdığımız o belə deyək də gülər üz xanım deyildi deyə və çox təsir etmişdi. Ümumiyyətlə o film, yəni sizin obrazınız Rasim Balayev olsun. Yəni yəqin ki o da sizin həyatınızda da müəyyən bir dönüş nöqtəsi mi deyim, dəyişiklik qatmışdı həyatınıza. Çox doğrudur və mən bütün ömrüm boyu Ramiz Həsənoğluna Cavid Ömrü filminə görə çox duaçı olacağam, təşəkkür edəcəm. O təkcə ona görə yox ki, mən bu xarakteri mənə həvalə etdim, mən oynadım. Ümumiyyətlə Cavid adına qoyulmuş böyük bir heykəldir bu film. Və mənə Ramiz müəllim deyəndə ki, mən Cavid Ömrü filmini çəkəsi olsam, Səni Müşkinaz xanımın obrazına çəkəcəm. Baxmayaraq ki, biz ona qədər Ramiz müəllimlə komediyalar işləmişdik. Amma o məndə necə deyim, qəlbimin dərinliyində yatan o dram yükünü, fəcri yükü o hiss edirdik. Hiss etmişdi, bəli. Eyni zamanda portret oxşarlıq belə görmüşdüm. Mən hətta o obraza dəvət alanda digərləri filmdə çalışan insanlar çox təəccüblənmişdilər. Bəli. Çünki həmin vaxtı o Çal-Çal proqramının lap belə dal-dağır, qılıncının dalı qabağı kəsən vaxtları idi. Amma ki, mən orada çəkiliş oldu, biraz baxdılar və hamı yekdirliklə dedi ki, bəli, Müşkinaz xanım elə Dilarə Əliyeva oynasın. Və çox qəribə bir məqam da yaşandı ki, təsəvvürünüzə gətirin ki, mən gəlmişəm məşqə, Ramiz müəllim mənə deyir ki, Dilarə, eyni ilə birə-bir Ertuğrul tapmışam. Amma hələ özünə deməmişəm. Mən də deyirəm, kimdir? Deyir, burada dublyajda Vüsal Murtuzəliyev var. Deyirəm, Ramiz müəllim, mənim qardaşımdır. Vüsal, yox, biri. Necə? Deyirəm, çox normal doğmaq. Deyirəm, bəli, mənim kiçik qardaşımdır. İnanın ki, belə bu mənim üçün də gözlənilməz idi, Ramiz mənim üçün də. Çox belə maraqlı oldu ki, biz bir yerdə də çalışdıq və mənim sənət taleyimə qızıl hərflərlə yazıldı Cavid Ömrü filmi və Müşkinaz xanım obrazı. Və təsadüfə baxın ki, bundan bilmirəm, artıq mən belə başa düşürəm ki, bu dünyada təsadüf deyə bir şey yoxdur. Hər şey zərurətdir. Azər Turan bizə söylədi. Bilirsiniz, Cavidşünasdır. Çox hörmət etdiyim Azər Turan Ramiz Həsənoğluna deyib ki, çox qəribə bir məqam. Dilarə xanım o zaman Space kanalında bıça-bıç verilişi vardı. Turan xanım deyir, bir gün gəldi ki, sən deyir, bıça-bıç var Dilarə, sən ona qulaq asmısan. O deyir, mən deyir, başqa otaqdaydım. Qızın səsi məni apardı otağa. Eyni ilə anamın səsi və anamın danışığının musiqisi var o qızın səsində. Mən inanırsınız, bəli, biz bundan xəbərimiz, bəli. Olmadan belə, söz gəlirdir, necə deyərlər, qəlbdən qəlbə yol var. Hətta mən filmi səsləndirəndə belə Ramiz müəllimdən xahiş eləmişdim ki, bəlkə filmdə səsi mən səsləndirməyəm. Çünki Çal-Çağırın çox belə geniş vüsət alan vaxtıdır. İnsanlar bilirsiniz ki, mühafizəkar yanaşırlar. Komediya oyuncusu kimi tanıdığı bir aktyoru ciddi obrazlarda onlar nə qədər də sən onları inandırmağa çalışsan, çətinliklə həzm edirlər. Bəli. Görüntü tamam fərqlidir. Bəlkə səs tembri falan insanlar urğunluq tapa bilərlər.
Nə dedim, bəlkə başqa məsələn Rəfiqə Mehriban Zəkini dəvət edək, o səsləndirsin. Amma Ramiz müəllim çox ısrarla ki, yox, özün oylamısan, özün səsləndir. Bəli. Ramiz müəllimi də salamırıq və əlbəttə ki, bu uğurlu bir layihə, uğurlu bir kino deyərdim ki, səhnaməmizdə bir yeri olan bir filmdir. Dahi insanlar haqqında ümumiyyətlə bu cür filmlərin davamlı olmasını arzu edərdik və doğma insanlardan, doğma səslərdən danışarkən hal-hazırda Sənətin Səsində gözəl bir bağlantımızda xalq artisti Gülyaz Məmmədovadır. Bəli. Əzizimiz. Əzizim. Hər vaxtınız xeyir olsun. Gözlətdik sizi xəttə. Naz edir bülbülə gül bir belə mənası nədir? Can. Naz edir bülbülə gül bir belə mənası nədir? Bülbülün təşkürü sevməkdə təmənnası nədir? Aşık hem cöhret özel belki de bir hikmeti var. Bu işin bir fikriyle göresin menması nedir? Ben ona geldim. Ay maşallah. Ben ona geldim benim tek ona bilmezdim. Sen olan yerde Dilara Hanım. Can. Sen olan yerde Dilara. Onun sevdayı Leyla'sı nedir? Nedir? Bravo sənətkarım. Bravo. Ay, səsinizə sağlıq, ürəyinizə sağlıq. Bundan sonra necə ola bilər? Yaxşı ki varmışsınız. Ay Gülyaz xanım. Orada mənim Sevinç xanım necəsiz? Can, yaxşı olasınız. Təşəkkür edirik. Belə bir salamlaşma heç olmamışdı. Belə salamlaşma yoxdur. Bəli, nə xoş bizə. Xoş gəlmişsiniz ay Dilara xanım. Can, çox sağ olun. Dinləyicilərin həyatına yenidən hər zaman sevilən sənətkarımız. Bəli. Çox sağ olun. Hər zaman gündəmdə olan xanımlığıyla, xatınlığıyla, sənəti ilə, sənətkarlığı ilə və gözəl qəlbi ilə qəlblərə hakim olan, qəlbləri özünə evdirən, o qəlblərdə girib əbədi yaşayan bir xanım. Çox sağ olun əzizim mənim. Sağ olun, sizi eşitdim. Çox yaxşı oldum. Yaxşı ki həyatımızda, sənətimizdə sizin kimi sənətkarlar var. Mən də çox şanslıyam ki, sizin kimi sənətkarları eşitmək, danışmaq, toxunmaq kimi hətta belə bir qismətim olur. Allah sizi var eləsin. Ay, nə gözəl, nə gözəl. Və sənət aləmində əlbəttə ki, belə doğma insanların olmasını görəndə insanı çox xoş olur. Çox böyük sevinç hissi yaşayırsan ki, yəni istər media sahəsində çalışanlar, istər sənət aləmində sənətkarların belə bir dostluğu, belə bir səmimiyyəti. Çünki deyirlər bir qədər insan hər kəs sünür, nə bilim, o səmimiyyət yoxdur, amma istər Gülyaz xanımda da o səmimiyyəti hər kəs bilir, hər kəs duyur və çox xoş oldu bugün də sizə eşitmək. Biz elə bir muğam dərsindəyik. Tazənimiz, sənətkarımız, muğam bilisi Mehman Mikalı və xanəndə. Salam və tələbə yoldaşım Yabir Həmidov qonaq gəlib sinitimə. İnanın bir yerdə ilə bizə də gözəl bir an yaşatdı. Mən salamlayırıq. Çox sağ, bizə salamlayırıq, öpürəm. Görsün nədir, Dilarəni sevirik deyir. Ay can, çox sağ olsunlar, var olsunlar, şərəf verir. Ay Dilara xanım, bizi hər zaman belə can sağlığı ilə, sevdiklərinizlə, hamımızla, bax belə səsiniz gəlsin həmişə səhnələrdən, teatrlardan. TikTok'da qabağıma çıxır o komediya hərəkətləri, tamaşalarımızda. Ölürəm gülməkdən. Deyirəm, bunlara vaxt tapıb çəkilir Dilara xanım. Mən də onu soruşacaqdım, əslində vaxt məsələsi. Necə çatdırır bunları? Təşəkkür edirik Gülyaz xanım. Od parçasıdır. Maşallah öpürəm, bağrıma bağrıma. Var olun, yaşayın sənətkar. Çox sağ olun. Təşəkkür edirik. Sağ olun. Bəli, elə əslində Gülyaz xanımın sözünə qüvvət.
bu tüm layihələri, nə bilim, veriliş həm də bilirik ki, bir aparıcı kimi siz öz müəllif verilişiniz də var, söhbət var da, arada biz də istirahət günlərində sevə-sevə, böyük zövqlə izləyirik. Necə çatdırırsınız? Ümumiyyətlə, vaxt yaradılmış bir şeydir. Aha. Vaxtım yoxdur demək istəmirəm deməkdir. Bəli. İnsan istədiyi, çox istədiyi bir şeyləri vaxt tapıb edir. Çünki bu onun özünə lazım. Aha. Bəli. Bəli. Bir də görürsən ki, kimsə olur deyir ki, Dilarə bir görüşmürük, eləmir. Məsələn, mən oturub fikirləşirəm ki, məsələn, mən vaxtımı səmərəli bölməliyəm də. Məsələn, mən açıq-aşkar bir də görürsən nəsə olur ki, ay Dilarə bir oturaq, bir danışaq, bir dəfə otururuq. Sonra birimi, sizi sevdim. Xoşuma gəldi. Amma mən sizə bir sözüm. Mən indi buradan durub gedəcəm. Sonra durum deyim ki, mən bir həftədən sonra zəng edib hal-keyf eləyəcəm. Mən heç o adam deyiləm. Əgər istəyirsiniz ki, siz mənim həyatıma gələsiniz, mən də sizin həyatınızda olum da, ortaya bir dənə qafiyə atın. Mənə bir dənə mövzu verin. O mövzu üzərindən biz kəsişək də ki, yollarımız kəsişsin. Çünki siz təsəvvür edin ki, serialım olsun, bəli, mənim serialım. Bəli. Sonra onun montajı. Mənim bir söhbət var, verilişim. Onun çəkilişinə qədər mən neçə gün hazırlaşıram. Onun çəkilişi, sonra onun montajı. Sonra mən production çalışdıram. Orada başqa verişlər var. Onların montajı hamısı mən özüm məşğulam. Montajı ilə də əlbəttə mən baxmamış, mən orada nə çatı kadr efirə gedə bilməz. Yox, heç bir şey gedə bilməz. Mən görmədən heç bir şeyi efirə verə bilmərəm. Çox çətindir. Və ondan başqa bu YouTube layihəm hansı ki, o da çox böyük bir işdir. Bəli, onun hazırlıqları. Hələ verişimin içində verişim ondan başqa skeçlərim var içəridə. Mən onu da hazırlayıram, çəkilişi. Və onun da montajı. Təsəvvür ki, bu boyda bundan əlavə ev var, uşaq var, nəvə var. Onu deyirəm də nəvə var. Nəvəyə nə qədər mən telefondan göstər bala uşağı bir. Yəni olmaz da. Bunu idarə etmək üçün, yəni siz təsəvvür ki, nə qədər vacib bir kontent, nə qədər vacib bir mövzu olmalıdır ki, mən bu boydadan sonra bəli, mən çox istədiyim insanlar var, amma zəng edib deyə bilmirəm də necəsən, nə var, nə yox. Sadəcə olaraq mən onlara demişəm hamısına ki, o ki mənə kömək eləmək istəyirsiniz ki, mənim yanımda olasınız, məndən küsbüyün bəsdir. Həmişə mən fikirləşin ki, yazıq qız neynəsin də işi çoxdur. Bəli, anlayışla qarşılasınlar. Görmək istəyənlər də əslində sizi istər YouTube kanalı olsun, istər kanallarımızda verilişləriniz olsun, istər stand-uplarınız artıq. Mənə gəlir ki, bundan sonra bir ənənə halını da alacaq ki, çox güman ki, bu cür layihələriniz, bu cür çıxışlarınız. Amma əslində bayaq biz Cavid Ömrünün də toxunduq. Düzdür, siz daha çox bugün məsələn Dilarə Əliyeva dedikdə komediya janrı yada düşür. Sözsüz ki, yəni bu heç şübhəsiz belədir və burada uğurlu filmlərin əgər əlbəttə ki böyük tamaşaçı, böyük sevgi qazanıbsa bu əlbəttə ki artıq uğurdur. Amma sanki məsələn bir tamaşaçı kimi söyləyəcəm. Çox istərdim sizi bizim o qəhrəman xanımlarımız olub ki, zamanında Azərbaycan belə deyək də tarixində güclü, belə deyək, mərd və çətin həyatına heç nəyin bahasına olmayaraq o tarixdə iz qoymağı bacar. Nə bilim, o həcərlərimiz, nigarlarımız, tomrislərimiz bu cür obrazları çox istərdik sizdə Mən də görək. çox istərdim Sevinç xanım. Yetər ki, burada birincisi etibar etməkdir, inanmaqdır. Mən heç vaxt məsuliyyətdən qaçan bir insan deyiləm və mən hətta Mişkinaz xanımın obrazını mənə canlandıranda mən aylarla onun haqqında kitablar oxuyurdum. Bütünlüklə iliyimə qədər Mişkinaz xanımın yaşadığı düşüncələri, hiss etdiklərini elə bir ki, öz üzərimdən və bugünə qədər də o mənim çiyinlərim üstündədir sanki. Həmin o yük, mən onu hiss edirəm. Cavid əfəndinin adı gələndə belə mən duyğulanıram. Onların ailə tablosu, bir göyərçin yuvası vardı orada. Elə bir ki, o yuvanı həqiqətən dağıdan o mənfurlar, o
hətta elə bir cümlə, elə bir söz tapa bilmirəm ki, əsrdə belə bir duhalar, dahilər yetişir ya yetişmir. Bu cür düşünən beyinləri məhv edən, nə bilim, üzdən iraqlar bizim nəslimizi, bütöv bir nəsli belə deyək də qamçıladılar və məhv etdilər. Bunu heç bir zaman bağışlanmayacaq, amma bir daha dünyaya Cavid Əfəndi kimi birisi, Əhməd Cavad kimi birisi, Mikail Müşfiq kimi, Cəfər Cabbarlı kimi birisi gələcəkmi? Biz gözləyirik. Bəli, amma ümidliyik hər halda. Əlbəttə ki, yəni demək istəyirəm ki, o zamanlar çox böyük faciə yaşandı. Yəni bu soyqırımdır həqiqətən. Bəli. Və həmin vaxtda da onlar istədiklərinə çatdılar. Düşünən beyinlərimizi məhv etdilər. Yəni mən mənim üzərimə düşən bir işi, öz sənətimi qoyuram bir qırağa, bir vətəndaş kimi onun haqqını verməyə çalışıram. O ki olsun, Həcərlər olsun, Tomrislər olsun, Natavanlar olsun, kim olursa olsun, bu xarakter məni burada rejissor görürsə, istəyirsə, mən onun bir yox, 101 dəfə haqqını verməyə hazıram. Yəni bunu obrazlarda hər halda hər deyərsiniz. Yəni siz çəkilərsiniz. Sevə-sevə də çalışaram. Bəli, Dilarə Əliyevanın həyatında bir məhəbbət var. Dilarə Əliyevanın həyatında bir əfsanə var. Bəli, bir pıç var. Amma eyni zamanda məsələn, əgər şünaslar belə oturub Müşkinaz xanımın obrazını, məsələn, Şəfiqə xanım Məmmədova, hansı ki mənim idealımdır. Şəfiqə Məmmədova mənim oynadığım Müşkinaz xanım haqqında o qədər yüksək dəyərli fikirlər söyləyib və hər zaman mənə çox böyük sevgi ilə, o qədər məhəbbətli yanaşır, o qədər gözəl, yüksək sözlər deyir. Və sizin dediyiniz fikrə qatılır ki, hər zaman deyir ki, sən bu cür xarakterləri oynamalısan və kinomuzda olmalısan. O cür nəhəng sənətkarlar sizdə görürlər onu daxilinizdə. Ən azından biz belə deyək də bir xanım olaraq sizdə də o güclü xanımı görürük bugün və çox şükür ki, o gücü sizdə gördük. Əslində bəzən deyirlər o gülərüz, nə bilim, əyləncə, komediyadır. Amma bugün siz həm də öz işlərinizlə və uğurla davam etdirərək, yeniliklər gətirməklə içinizdə necə bir güclü xanım olduğunuzu göstərirsiniz. Çünki bunun ən böyük sirri anlamaqdır. Deyir, bax belə bir söz deyim, hər kəs bu dünyada çətinliklər yaşaya bilir, keçilməz, dözülməz bir şeylər yaşaya bilir. Amma biz sinir sistemimizi, beynimizi ağılla hər zaman idarə eləməli. İdarə eləməsək, çünki o bizi çox düşürə bilər, elə bir bataqlığa sala bilər ki, kimsə nələr də gəlsə bizi oradan xilas eləyə bilməz. Sadəcə olaraq həyatımızın bir devizi olmalıdır. Həyat foto kimidir. Gülümsəyəndə yaxşı düşürsən. Yaxşı düşürsən, bəli. Mən istərdim elə bax belə pozitiv notlarla da yekunlaşdıraq və buradan siz xanımlara da həm də gözəl olmağı, hər zaman şən, hər zaman güləriz olmağı tövsiyə edərək nə tövsiyə edərdiniz? Xanımlarımıza nə arzu edərdiniz? Xanımlarımıza arzu edirəm ki, ilk növbədə özlərini sevsinlər. Özlərini sevincə hər kəs onları sevəcək. Sevgi dolu bir dünya isə gözəlləşir. Bəli. Elə bax bu arzularla bugünkü proqramımızı yekunlaşdırırıq. Sizi çox sevirik Dilarə xanım. Sizə çox pərəstiş edirik və sevə-sevə də izləyirik, dinləyirik. Düşüncələriniz bizə çox maraqlıdır. Nə bilim, show biznesə olan fikirləriniz, sənətə olan baxışınız çox maraqlıdır və yenilikləriniz bizə çox xoşdur həqiqətən də. Çox sağ olun. Mən də burada çox xoş anlar yaşadım. Bu xoş anlar mənə yaşatdığınıza görə sizə Avto FM-ə sonsuz üzr istəyirəm, yaşatdığınıza görə Retro FM-ə öz sonsuz təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Minnətdarıq. Verilişimizin isə video versiyasını isə əlbəttə ki Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalından izləyəcəksiniz. Günün sonunda yenidən görüşmək və eşidilmək ümidi ilə salamat qalın.